Qan qrupları. Bizdə ailəmizdə hamımız ikinci qan qrupuna malikik. Lakin bacım birinci qan qrupudur. Bunu illərlə düşünmüşük ki, nəyə görə? Və çox belə fikrimizcə bizim nənəmiz də birinci qan qrupudur və düşünmüşük ki, yəqin nənəmizdən keçib. Lakin mən bunu isbat elədim və indi göstərim. Göstər. Atam ikinci qan qrupu heterozigotdur. Anam da ikinci qan qrupu heterozigotdur. İkisi də fərqli-fərqlidir və qametlər düşür. Deməli A, O, buradan da A və O. İndi isə bunları birləşdirəndə, yəni çaprazlaşdırdıqda A və A, sonra A-O, yenidən A-O və O-O. İndi nə oldu? Və bunun nəticəsində görmüş olduq ki, ailədə biz 3 uşağıq, ikimiz ikinci qan qrupuyuq və bacımsa birinci qan qrupudur. Buradan bu qərara gəldiniz ki, nənədən deyil. Burada nənədən deyil, heterozigot olub, ikisindən O düşüb birləşəndə birinci qan qrupudur. Aferin.